məktəbdə 2000-ə yaxın dibçək var. Bütün sinif otaqları, dəhlizlər, pəncərə qabaqları müxtəlif növ güllərlə bəzədilib. Bu yaşıllığı yaradan da, qoruyub saxlayan da elə şagirdlərdir. Görüntülər paytaxtdakı 279 nömrəli tam orta məktəbdəndir. Bulağız birinci kəsirik. Sonra kolba ilə bərəşdirik bunları. Biz bunun içinə şprislə biraz su əlavə etdikdən sonra 18-20 gün sonra bu köklənir və biz bunu başqa bir qaba əşirik. Yaz və yay aylarında biz bitkilərimizi hər 2 həftədən bir gübrələyirik. Amma payız və qış aylarında isə gübrələmə dayanır. Şagirdlər dibçəyə əkdikləri bitkilərə xüsusi sevgi ilə yanaşırlar. Vaxtı-vaxtında sulayır, yarpaqlarını təmizləyirlər. Bu onlar üçün artıq gündəlik tapşırıq halını alıb. Biz arada bitkiləri, torpaqlarını da qarışdırırıq ki, onlar kökləri rahat nəfəs ala bilsinlər. Əslində bu yaşıllıqları görəndə mən çox sevinirəm və əhval-ruhiyyəm açılır. Bunlar sadəcə bitkilərdə, bəzi yerlərdə də güllərimiz, çiçəklərimiz var. Onlar daha qəşənglər, qırmızı, çəhrayı rənglərdə. Özümüzün marağı var, çünki yəni bitkilər olmasa bizim oksigen səviyyəmiz az olar və beynimiz çox az bir qismini işlədər. Çünki oksigen olmayanda beyin yorulur və bizə yuxu gəlir. Məktəbin direktoru Südabə Abdullayeva deyir ki, təhsil ocağında ilk gündən şagirdlərə təbiət sevgisi aşılanır. Onlar artıq vərdiş eləyiblər, yəni adaptasiya olublar bu şəraitə. Onlar özləri sevirlər gülləri. Texnologiya dərsində, həyat bilgisi dərsində, təbiət dərsində, praktik işlərdə çıxıb gülləri yaş salfetkalarla silirlər, sulayırlar, divlərini belləyirlər. Hərdən də uşaqlar özlərinə toxum gətirirlər ki, müəllim bunu da ki, gözəldir, babamın bağında var idi, biz də sevə-sevə əkirik. 279 saylı tam orta məktəb ətraf mühitin qorunması və yaşıllaşdırılması sayəsində nümunəvi təhsil ocağı hesab olunur. Şəbnəm Qurbansoy, Samir Qasımov, Xəzər xəbər.